Salam dostlar, bugün dərman bitkilərindən alternativ təbabətdə çox geniş istifadə olunan, həmçinin ölkəmizdə və dünyada geniş yayılmış bir bitki haqqında, itburnu bitkisi haqqında məlumat verəcəm. Qidalanma dəyəri çox yüksək olan itburnu bitkisi tərkibi vitamin və minerallarla zəngindir. C, A və E vitaminləri və polifenollarla çox zəngin olan itburnu orqanizmi infeksiyalardan qoruyan limfositlərin istehsalını artırır, yoluxucu xəstəliklərə qarşı immunitet reaksiyasını gücləndirir. Polifenol komponentlər C və E vitaminləri və karotinoidlər kimi antioksidanlarla zəngin olan itburnu meyvəsi tanıdığımız bəlkə ən güclü antioksidant meyvələrdən biridir. Bu xüsusiyyəti sayəsində itburnu maddələr mübadiləsini tənzimləyir, orqanizmdə oksidləşmə reduksiya proseslərini sürətləndirir, həmçinin orqanizmdə stresi azaldır. Buna görə də ürək-damar və xroniki xəstəliklərə qarşı qorunmanı təmin eləyir. Tərkibində olan C vitamini sayəsində damar quruluşunu qorumağa kömək edir. Bununla da aterosklerozdan, yəni damarların qalınlaşmasının, sərtləşməsinin qarşısını alır. Qan təzyiqi, pis xolesterin olaraq tanınan LDL xolesterin səviyyəsini aşağı salaraq ürək damarın sistemini qorumaq funksiyasını yerinə yetirir. Həmçinin itburnun tərkibində olan P vitamini hesabına angioprotektiv effekt verir, yəni qan damarlarının divarını möhkəmləndirir, zədələnmiş toxumaların reaksiyasını sürətləndirir. Bundan əlavə karbohidrat mübadiləsini yaxşılaşdırdığına görə qanda şəkərin səviyyəsini normaya salır və böyrək yumaqçıqlarında filtrasiya prosesini tənzimləyərək sidik qovucu effekt verir. Yəni sidik qovucu effekt sayəsində də hipertoniya xəstələri bundan kifayət qədər istifadə edə bilərlər. Sadəcə hipotonik olan xəstələr, yəni təzyiqi aşağı olan xəstələr ehtiyatla istifadə etməlidir. İtburnu bundan əlavə mədə və 12 barmaq bağırsağının xora xəstəlikləri zamanı selektiv qişası pozulmuş olan toxumanın tamlığını bərpa eləyir, qanın pH-ını tənzimləyir və tərkibindəki olan PP vitamini mikrosirkulyasiya prosesini və regenerasiya prosesini sürətləndirir. İtburnun yalnız meyvəsi deyil, eyni zamanda çiçəyin də tərkibində B1, B2 vitaminləri, üzvü turşular və dəmir duzlarından zəngindir. Ödü qovucu effekt göstərir. Həm qaraciyər daxili öd yollarında, həm öd kisəsində və öd axarlarında olan durğunluğun qarşısını alır və hepatoprotektor effekti də yüksəkdir. Qanda toplanan toksinlərin və bilirubinin orqanizmdən xaric olunmasını təmin edir. Xolesterin mübadiləsini sürətləndirir və qanda triqliseridlərin miqdarını azaldır və onların orqanizmin müxtəlif nahiyələrində pi şəklində toplanmasının qarşısını alır.